Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində rəqəmsal mühitdə insan hüquqları mövzusunda tədbir keçirilib. Maarifləndirmə tədbiri internetin və yeni texnologiyaların, o cümlədən rəqəmsallaşmanın insan hüquqlarına təsirini müzakirə etmək və bu sayda qabaqcıl təcrübələri bölüşmək məqsədi daşıyıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu və 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu il dönümü nəzərə alınaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il ölkəmizdə Konstitusiya və suverenliyi ilə elan edilib. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Müxtəlif mövzularda dinlənilən çıxışlarda rəqəmsal mühitdə telekommunikasiya, həmçinin poçt sahəsində insan hüquqlarının qorunmasından bəhs edilib. Vurğulanıb ki, rəqəmsallaşma bu sahələrdə geniş imkanlar yaratsa da, yeni risklər və təhdidlər də ortaya çıxarır. Bu səbəbdən rəqəmsal mühitdə insan hüquqlarının effektiv şəkildə qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və ictimai maarifləndirmənin artırılması vacibdir. Hafiz Əliyeva, xanım Rüstəmzadə, Arzu Sadiqov, NTV Xəbər.